Salam. Sual 61. Hesablayın. Kök altında inci dereceden 2 üstü 3'in üstəgəl 2 bölünsün 4. Yazarıq. Kök altında ininci dereceden 2 üstü 3n vurulsun. Mən deyirəm ki, əsaslar eynidirsə, vuranda üstlər toplanmır. Yəni mən burada 2 üstü 3'in üstəgəl 2'ni 2 üstü 3 vur 2 üstü 2 kimi ayırdım. 4 də 2 üstü 2 deməkdir. 2 üstü 2'dən ixtisar gedir, qalır. İninci dereceden 2 üstü 3 n. Burada da n'ler girecek, qalacaq 2 üstü 3, o değil 8 Y variantı. 62. sual. Düzgün çoxbucaqlının bir daxili bucağı 140 olarsa onun diagonallarının sayını tapın. Mən bilirəm ki, düzgün çoxbucaqlının daxili və xarici bucaqlarının bir daxili bucağı ilə bir xarici bucağının cəmi 180 dərəcədir. Ona görə də 180'dən 140'ı çıxsam alacağım 40. Yani bu 40 derece benim xarici bucağımdır. Ve bilirəm ki, xarici bucağın cəmi 360 derece olduğuna görə 360'ı böləcəm 40'a bərabər olacaq 9. Deməli, mənim bu düzgün çoxbucaqlım 9 bucaqlıdır. Diagonalların sayını hesablasam, diagonalların sayı n vurulsun, n çıxılsın 3 bölünsün 2 düsturu ilə hesablanır. N'in yerinə gətirib 9 qoysam, 9 vurulsun, 9 çıxılsın 3 bölünsün 2. O da beraber 9. 9'dan 3 çıxanda 6 bölünsün 2. 6'nın 2 ixtisar gedir 2'yə. 2'ni 2'yə böləndə 1. 6'nı 2'yə böləndə 3. 9'u 3'ə vuranda cavab eləyir 27. Digər ikinci üsul ilə həll etmək isə bir daxili bucağının düsturundan istifadə etmeliyiz. Bir daxili bucağın düsturu deməli 180 vurulsun n çıxılsın 2 bölünsün n yazıb bərabər edilib 140'a tənliyi həll etmək mümkündür. Belə olan halda tənliyi daha uzun olur. Cevap olacaq B variantı. 63. sual. 420 ədədinin neçə sadə böləni var? 420'ye sadə qruplara ayıraq. 2'ye bölünür 210, 2'ye bölünür 105, 3'e bölünəndən də deməli 35, 5'e bölünəcək 7, 7 və 7'ye bölünür düşür 1. Deməli 420 bərabər 2'dən 2 dənə var, 3'dən 1 dənədir, 5'dən 1 dənə, 7'dən də 1 dənə. Neçə sadə böləni olduğunu soruşanda 1, 2, 3, 4. Cevap olacaq Y variantı. 64. sualın davamını bir iki ifadesini vurgulara ayırın. Ayraq. Deməli, ikisindən orta vuruq çıxarsam x-i, x kvadratı x-a böləndə x, 5x-i x-a böləndə 5. İkisindən orta vuruq çıxarsam y-i, x, y-a böləndə x, 5y-i y-a böləndə 5. 2 ortaq vuruğum var. X üstə gəl 5'i çıxartsam, qalacaq burada x, burada da qalacaq y vuraq. Cevap variantı olacaq A variantı. 65. sualda. Bu dövrdə 5'dir. Dövrdə 5'i deməli sürətə yazacağım 5. Sayına görə isə məxrəcə 9 yazacağım. Bir dənə ədəd var idiyinə, bir dənə 9 yazdım. İndi bunun bir tərsi. Bunun tərsi olacaq 5'də 9. Ümumiyyətlə tərsi dedikdə ədədlərin tərs edillər o ədədlər deyilir ki, hasili 1'ə bərabər olsun. 9'a 5'in də tərsini deyirsə, yəni sürətlə məxrəcinin yerini dəyişdim. Bir bunun tərsi ilə əksinin deməli tərsi 5 9'dur, əksi də olacaq mənfi 9'da 5. Fərqini tap deyir bizə. Hesablayaq. 5'də 9'dan çıxacağım mənfi 9'da 5'i. O da bərabərdir. Deməli, hesablama həyatına keçirmək üçün məxrəcləri bərabər etməliyəm. Məxrəcləri bərabər etmək üçün birinci tərəfini vuracağım 9'a, ikinci tərəfi də vuracağım 5'ə. Yəni 9'dan 5 üçün əkib tapdım, elədi 45. 9'u 9'a vuranda 81, 5'i 5'ə vuranda 25. 2 dənə mənfi işarəsi mənə müsbəti verir. Bərabər 45'də 81'in üzərinə 25 gələndə eləyəcək 106. 106, 45'də 106 da 106'nı da 45'e bölsəm, düşəcək 2, məxrəc 45, qalıb da düşəcək 16. C variantı. 66. sual. A çıxısı B 4'ə bərabərdir. A ilə B-nin hasili 6'ya bərabərdir. A kvadrat üstə B kvadratının cərini soruşur. Əgər əzbərləməmişsiniz, əzbərləyin ki, A kvadrat üstə gəl B kvadratı bərabərdir. A çıxılsın B-nin mötəzə kvadratı üstə gəlsin 2AB. Gətirib yerinə qoysaq bizə verilənləri A kvadrat üstə B kvadrat bərabər. A çıxılsın B-nin qiyməti bizə verir 4. 4'ün kvadratı üstə gəl 2 vurulsun
AB. AB'nin qiyməti verilib 6. 4'ün kvadratı 16. Üstə 2 vur 6 dedik 12. 16 üstündən 12 gələndə edir cavab 28. C variantı. 67-ci suala deyir ki, A və B paraleldir və 2x soruşur. Şəkildən gördüyüm kimi burada x çıxın 2x üstə gəlir 7. Xarici bir tərəfli bucaqlardır. Xarici bir tərəfli bucaqların cəmi 180 olmalıdır. Onda yazıram ki, x çıxılsın 10 üstə gəlsin 2x üstə gəlir 7 bərabərdir 180-ə. X-in üstünə 2x gələndə 3x, mənfi onun üstünə 7 gələndə, biri mənfi, biri müsbət olanda, modulu böyük olandan modulu kiçik olan çıxılır və modulu böyük olanın işarəsi qoyulur. Onda eləyəcək mənfi 3 bərabərdir 180-ə. 3x mənfi 3 yerini dəyişir, keçir 180-in yanı olur müsbət. 180 üzəri 3 gəlir 183. Vurma da yerini dəyişib olur bölmək. 183-ü 3-ə böləndə düşür 61. X-in cavabını tapdım 61, bizdən 2x istəyir. Onda 2 ilə vursam 61 eləyəcək 122. Yəni cavab C variantı. 68-ci suala baxaq. A çıxılsın 1 bölünsün A bərabərdir 4'dür. Kök altında A kvadrat üstə 1 bölünsün A kvadrat üstə gəlir 7'nin cavabını istəyir bizdən. Yenə mən bilirəm ki, bayaq yazdığım bu düsturdan istifadə edəcəm. A kvadrat üstə gəlsin 1 bölünsün A kvadratı bərabər olacaq məndə. A çıxılsın 1 bölünsün A-nın mötəzə kvadratı. Üstə gəlinsin mənim həllərimin hasilinə 2 vurulsun A, vurulsun 1 bölünsün A. Burada A-la 1 bölünsün A-da bu A ixtisar gedir, yerində 1 qalır. Yəni 2 ilə 1'ə vuranda bu hissənin cavabı 2 alınacaq. Onda yazsaq A kvadratı üstə gəlsin 1 bölünsün A kvadratı bərabərdir. A çıxsın 1 bölünsün A-nın qiyməti bizə verilib 4. 4'ün də kvadratı eləyəcək 16. 16'nın da üstünə 2 gəlsəm eləyəcək 18. Deməli bu hissənin cavabı 18'dir. 18'in üstünə 7 gələndə eləyəcək kök altında 25. Kök altında 25'dən də çıxır 5. 69-cu sualda ifadənin qiymətini hesablayın. İfadənin qiymətini hesablamaq üçün məxricləri bərabərləşdirmək lazımdır. Onda birinci tərəfimi kök altında 3 üstə gəl 1'ə, ikinci tərəfimizə kök altında 3 çıx 1'ə vururam. Yəni çarpaz digərlərini məxricinə vururam. Onda məxricim oldu. Kök altında 3 çıx 1, kök altında 3 üstə gəlsin 1. Biri kök altı 3 üstə gəl 1'ə vuranda edir elə kök altı 3 üstə gəl 1 çıxılsın. Biri kök altında 3 çıx 1'ə vuranda eləyir kök altında 3 çıxılsın 1. Bərabərdir. Məxric olduğu kimi qalır. Mötərizənin qarşısında heç bir işarə yoxdur. Mötərizə olduğu kimi açılır. Mötərizənin qarşısında mənfi varsa mötərizə əks işarə açılacaq içindəkidir. Kökdə 3 müsbət idi. Oldu mənfi. 1 mənfi idi. Oldu müsbət. Kökdə 3'ün 1 müsbət 1 mənfidir. İslah olundu. 1'in üstünə 1 gələndə 2. Məxricə baxsam bir dəfə çıxma, bir dəfə toplamadır. Bu mənə müxtəsər vurma düsturunu xatırladır. A kvadratı çıxılsın B kvadratı bərabər A çıxılsın B, A üstə gəlsin B. Onda bunu yığsam, mən də birinci diyanamın, yəni çıxmada baxıram. Birinci diyanamın kvadratı, kökdə 3'ün kvadratı eləyəcək 3. 1'in də kvadratı eləyəcək 1. 3'dən 1 çıxanda eləyir 2. 2'dən ixtisar gedir, cavab qalır 1. C variantı. Sual 70. Bir A, S, B düzbucaqlı üçbucağında A, D tənbölən varsa, D, A, B 25'dir. Buranın 25 olduğunu verib. Tənbölən isə onda burada 25'dir. Onda ümumi A bucağı 25 üstə gəl 25 eləyəcək 50. C bucağım 90 ise mən bilirəm ki, üç bucağın daxili bucaqlarının cəmi 180 olmalıdır. Onda 180'dən çıxıram 90 və 50'nin cəmini alacağım 40. Deməli B bucağım məndə 40 dərəcədir. Məndən soruşur A, D, B bu bucağı. Mən buradakı bu içəridəki bucağı 25, buranın 40 olduğunu bilirəm. Onda 180'dən çıxaq 25 ilə 40'ın cəmini eləyir 180 çıxılsın 61. 180'dən 61 çıxanda qalır 115. B variantı. 71. sual. Diagonalın 14 cm olan düzbucaqlının diagonalları arasındakı bucaq 60 dərəcədir. Bir dənə düzbucaqlı çəkirəm. Və düzbucaqlının diagonallarını çəkirəm. Diagonallar arasındakı bucaq 60 dərəcədir. Düzbucaqlının diagonalları kəsişir, kəsmə nöqtəsində yarıya bölünür. Düzbucaqlının diagonalları bir-birinə bərabərdir. Onda bu hissə bura bərabər olmuş olacaq. Belə çıxır ki, burada bərabər yanlı bir üçbucaq əmələ gəldi. Deməli bu iki bucağın bərabər yanlısa bunlar bir-birinə bərabərdir. Onda yazıram ki, alfa üstə gəl 60 bərabərdir 180'ə. 2 alfa üstə gəl 60 bərabərdir 180'ə. 2 alfa 60 müsbətli keçir tərəf olur mənə 180'dən 60 çıxanda 120. 120 ilə 2'yə böləndə alıram 60. Deməli məndə bu bucaqlar da elə 60 olur. Belə çıxır ki, bu bərabər tərəfli burada bir üç bucaq var.
Diaqonal 14 santimetrsə, dedim ki, diaqonal kəsişəndə kəsişmə nöqtəsini yarıya bölünür. Deməli 7 bölünübsə, burada bərabər tərəfli bir üçbucaq vardı. Burada 7-dir və kiçik tərəfim də olacaq 7. Gəldim 72-ci suala. Deməli, burada 2 rəqəmli bir ədədim var. Açanda təklik onluq olacaq 10A üstə gəlinsin B. Təklik onluq 10B üstə gəlinsin A. Bölünsün 11 üstə gəlinsin 2 çıx A çıx B-nin ifadəsinin qiymətini hesablamalıyam. 10-ın üstünə A gələndə 11A, B-nin üstünə 11 gələndə 11B-dir. Onda 11-i ortaq vurub çıxarsam, mötərizə qalacaq A üstə gəlinsin B. Bölünsün 11 üstə gəl 2 çıx A çıx B. 11-lər ixtisar gedir. Qalır A üstə gəl B üstə gəl 2 çıx A çıx B. A-nın bir müsbət bir mənfi islah olundu. B-nin bir müsbət bir mənfi islah olundu. Yerdə qaldı sadəcə 2. Yəni 72 A variantı. 73-cü sual. Bizə bir ifadəni verib M-ə bərabər olarsa, deyir ki, digər ifadə hansına bərabərdir? Əvəz etməliyik. Necə əvəz edə bilərik? Biz deməli 12-də 24-dən, buradakı bu 12-də 3-ü çıxsam, 12-də 21 alacağım. Daha sonra 15-dən 15-də 1-i çıxsam, 15-də 14 alacağım. Daha sonra 19'da deməli 19'da 29 çıxsam 19'da 29'dan deməli mənfi 19'da 29 üstünə gəlsəm 19'da deməli 19'u mənfi 19'da onu almış olacaq. Belə olan halda 12'də 24 mənə verir 2'ni çıx 12'də 3 15'də 15 verir 1'i çıx 15'də 1 çıx 19'da 29 üstə 19'da mənə verir 1. 2'nin üstünə 1 gələndə eləyir 3, 3'ün üstünə 1 gələndə eləyir 4. Deməli yerdə qaldı. Çıx 12'də 3, çıx 15'də 1, çıx 19'da 29. Baxaq. Mənfi 12'də 3 məndə burada müsbət var. Mənfi 15'də 1 məndə müsbəti var. Mənfi 19'da 29 məndə müsbəti var. Deməli yerdə qalan bunların mənim ifadəmin əksinə bərabərdir. Müsbət endisə yazaram mənfi ək. Cavabı C variantı. 74-cü sual deyir ki 3 kiçikdir A'dan, A kiçikdir B'dən, kiçikdir 4 olarsa bu ifadənin qiymətini hesablayın. Burada dərəcələn köklər gedir. İndi bizdə kökün altındakı ifadənin mənfi yoxsa müsbət olduğunu hesablamaq lazımdır kök altından çıxartmaq üçün. A 3'dən böyükdürsə, 3'dən böyük edildən 3'ü çıxanda müsbət edildə olduğu üçün kökün altından olduğu kimi çıxır. Üçüncü dərəcədən onsuz da tək və cüt olması bizi maraqlandırmır. Daha doğrusu müsbət mənfi olması bizi maraqlandırmadığı üçün A çıxsın, B olduğu kimi çıxır. B çıxsın 4. B 4-dən kiçik ədəddir. 4-dən kiçik ədədin 4'ü çıxsam, mənfi ədəd alındığı üçün mən B çıx 4-ün əksini çıxartıram. 4 çıxsın B. İndi misallar etsək, A çıxsın 3. Mötərizənin qabağında mənfi işarəsi olduğunu görə mötərizənin əks işarəni açıram. A müsbət idi, olur mənfi, B mənfi idi, olur müsbət. Mötərizənin qabağında müsbət olduğu üçün mötərizə işarəsi olduğu kimi açılır. 4 müsbət idi, müsbət, B mənfi idi, mənfi. A-nın biri müsbət idi, biri mənfi getdi, islah olundu. B-nin biri müsbət, biri mənfi islah olundu. Mənfi 3'ün üstünə 4 gələndə eləyir 1. 75-ci sual. ABC və düzbucaqlı trapeziyasında AB 3'dür. Daha sonra BC'de 3'tü deyir bizə. AD 7'dir. Buradan perpendikulyar indirsəm. BC 3'dürsə, bak demək K nöqtəsi qoysam. Onda AK'da məndə 3 olacaq. AB 3'dürsə məndə CK'da 3 olacaq. CD'nin 7 olduğunu demişdi. Onda KD məndə olacaq 7'dən çıxanda 4. Burada kiçik bir dənə 3 bucaq, düz bucaqlı 3 bucağım var. Onda CD məndə hipotenuzdur. Hipotenuzu hesablayanda katetdən kvadratlarının cəminin kökünü alacaq. 3'ün kvadratı üstə gəlməsin 4'ün kvadratı. Eləyir kökün altında 25, kökün altında 25'dən də 5 çıxır. Deməli CD məndə olur 5. 76-cı sualda əbobları 13'dür. Deməli əbob A, B, daha doğrusu 18'dir. Deməli A bərabərdir 18 K-ya, B də bərabərdir 18 L-ə. Və bu iki ədədin cəmi 90'dır. A üstə gəl B-nin də cəmi 90'dır.
Mən A-ya demişəm 18K, B-yə demişəm 18L bərabərdir 90-a. 18-i ortaq vurub çıxarsın. K üstəgəl L bərabərdir 90-a. K üstəgəl L də bərabərdir. Vurma keçir bu ilə olur bölmə. 90 18-ə bölmə düşür 5. Deməli K ilə L-in cəmi 5 olmalıdır. Və məndən soruşur ki, bu ədədlərin fərqi ən çox neçə olar? Əvvəlcə mən K L-i tapmalıyam. K L-i tapanda K-ya 1 versəm L-i 4. Deməli, bir başa çəkək. K-ya 1 versəm 4, K-ya 2 versəm 3 və yaxud da əksini alaram. 3 versəm 2, 4 versəm 1. Belə olan halda mənə fərqin ən çox olması üçün bunların fərqinin ən böyük olanı götürməliyəm. 4-dən 1 çıxanda 3 qalır, 3-dən 2 çıxanda 1 qalır. Böyük olan 4-dən 1 çıxanda 3 olandır. Və indi ədədlərin fərqini tapsam, yazaq ki, A çıxılsın B, yəni 18'i vuracağım K'nın L'in fərqinə. K'nın L'in fərqi məndə 4 çıx 1'dir, 3'dür. O da eləyir 54. Diagonalların nisbəti 3, 4 olan rombun perimetrini tapın. Rombun bir tərəfi kök altında D1 bölünsün 2'nin kvadratı üstə gəlsin D2 bölünsün 2'nin kvadratına bərabərdir. Ona bu düsturdan istifadə edərək tərəfi tapmağa çalışaq. A bərabərdir kökün altında. Diagonalların nisbəti 3, 4 dediyini yazıram. 3x bölünsün 2'nin kvadratı üstə gəlsin 4x bölünsün 2'nin kvadratı. Perimetri 40 verir. Deməli bizdə rombun perimetri 4A ilə hesablanır. 4A 40 olarsa, deməli A da olur. Bizdə 44'ə böləndə 10 düşür. Gətirib yerinə qoysam. 3x'i 2'yə böləndə eləyir 1,5. 1,5'in kvadratı edir 2 tam %25x kvadratı. 4x'i 2'ye böləndə 2x, 2x'in kvadratı edir 4x kvadratı. Kök altında əlbəttə ki, bərabərdir. A'nı tapmışam ki 10'dur. 2 tam 125x kvadratı üstələ 4x kvadratı edir 6 tam %25x kvadratı. Kök altında bərabərdir ona. Kök altında 6 tam %25x'dən çıxır. 2 tam 5x bərabərdir ona. Vurma yerindəyişində bölmə olur. 12 tam 5'e böləndə düşür 4. Deməli x'im məndə 4 idi. Gətirib yerinə qoysam. Biri 3x idi, biri 4x. Bölgü soruşur deyinə 4'ü, vuram 4'e, eləyir 16. Sual 78. Tərəfləri natural ədəd olan bərabər yanlı 3 bucağın. Bərabər 3 bucağın var. Oturacağı 8 olarsa, tərəfləri x qoysam, perimetri ən kiçik qiymətini istəyir bizdən. Mən deyirəm ki, deməli, 3 bucağın bir tərəfi digər iki tərəfin fərqindən böyük, cəmindən isə kiçik. X'in x çıxanda olur 0, 8, x'in üstünə x gələndə 2x. İndi mən x'in yerinə ən kiçik hansı ədədi qoya bilərəm? 4 qoysam 2 vur 4 8 edir, bərabər olur. 5 qoysam 2 vur 5 10 edir. Deməli x'ə mən ən kiçik 5 verə bilərəm. Ən kiçik qiyməti natural əlbəttə ki. Onda perimetrim necə olacaq? Bura 5'dir, bura 5'dir, bura 8'dir. Perimetrini tapanda bütün tərəfləri toplayıram. 5'in üstünə 5 10, 10 üstünə 8 18. 79-cu sual. Bir nasos boş hovuzu 6 saatda, digərsi bu nasosdan 2 dəfə daha tez doldurur. Deməli, bir nasos 6 saata doldurursa, ikinci nasos isə bundan 2 dəfə tez, yəni 3 saata doldurar. Hər iki nasos eyni vaxt işlədikdə boş hovuz neçə saata dolar? Birinci nasos 6'da 1 saata, ikinci isə 3'də 1'ni doldurar. Məxrəcləri bərabərləşdirsəm. 6'da 1, ikincini 2'ye vururam. 1 vur 2 eləyir 2. Eləyir 6'da 3. İxtisar gelir qalır 2'də 1. Bu 2'də 1 hissəsini doldurardır. Mən əvvəlcə hesablayanda gördüyümüz kimi ədədləri tərsinə çevirmişəm. Ona görə 2'də 1'i tərsinə çevirəcəm. Eləyir 1'də 2. Yəni 2 saat. 80-ci sual. Bir A'dan M'ə olan məsafə 18. Ümumiyyətlə AM, BF bizə CN'in median olduğunu söyləyir. Medianlar mən bilirəm ki, kəsir kəsmə nöqtəsində 2'nin 1'ə nisbətində bölünür. Belə olan halda, deməli, məndə AO'nun OM-ə nisbəti 2-1 nisbətindədir. Yazsam ki, 2x üstə gəlsin 1x bərabər 18'ə, 3x bərabər 18'ə, x də bərabərdir, düşür 6. Yəni bu hissə olur 6 OM, AO da 2x'ini işarə eləmişdim, olacaq onda 12x. C'nin 13,5'dir. Eyni əməliyyatı borcuna yazıram. Yine yazıram 2y üstə gəlsin 1y bərabərdir 13,5. 3y bərabərdir
13,5. Y də bərabərdir. 13,5 3-ə bölünə düşür 4,5. Deməli 2 bir nisbətində bölünsə bura 4,5. 4,5-də 2-yə vuranda cavabı düşür 9. Mənə deyir ki, AM CN-ə perpendikulyardır. AM CN-ə perpendikulyardır. Bura perpendikulyardır. Belə çıxır ki, burada bir dənə düzbucaqlı üçbucaq var. Bu düzbucaqlı üçbucaqda mən hipotenuzu tapa bilərəm AC-ni. AC məndə bərabərdir katitlərin kvadratları cəmi, yəni 12 kvadratı üstəgəl 9-un kvadratı. Toplayanda yer 144 üstəgəl 81 eləyir 225. 225-dən çıxır 15. Mən bildim ki, AC məsafəsi məndə 15-dir. Digər qaydamız odur ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuzla endirilən median hipotenuzun yarısına bərabərdir. Məndə onda bu OF məsafəsi olacaq 7,5. 81-ci sualda deyir ki, bir ədlinin dərəcəsi əmsalın 3/1 hissəsi. Əmsal mən görürüm 24-dür. 24-ün 3/1 hissəsini tapanda 24-ün 3/1-in hasilini tapıram. 3-3-ə böləndə 1, 24 3-ə böləndə 8, cavab eləyir 8. Deməli, dərəcə məndə 8 olmalıdır. Dərəcə də mənim deməli, üstlərimin cəmidir. Yazıram 5 üstə gəlinsin, n üstə gəlinsin 1 bərabər 8-ə. N də bərabər eləyir. Məndə onda 1-ə. Daha doğrusu 2-yə. 5-in üstünə 1 gələndə 6, 8-dən də 6 çıxanda edir 2. N-in qiymətini tapdım 2-dir. Gətirib burada ikinci misalda mənim bir həllində yerinə qoysam, deyir 3n, n2 bilirəm. 3-ü 2-yə vuranda edir 6. A-nın üstündə 2-nin üstə gəl 6-dır. N-in yerinə 2 qoysam, 2-ni 2-yə vuranda 4, üstünə 6 gələndə 10. B-nin üstündə n-in yerinə 2 qoysam, 5 vur 2, 10. 10 üstünə 4, 14. Deyir ki, bir ədlinin əmsalı, məndə əmsal burada olacaq 6. Dərəcəni tapsam, üstlər toplanacaq. 10 ilə 14-ün cəmi verir mənə 24. Deyir ki, əmsal dərəcənin neçə faizidir? Əmsal dərəcənin neçə faiz olduğunu soruşdur. 100-ə vururam. 6 ilə 24 ixtisar gedir. 6-nı 6-ya böləndə 1, 24-ü 6-ya böləndə 4. 4 ilə 100 ixtisar gedir 4-ə. 4-ü 4-ə böləndə 1, 100-ü 4-ə böləndə 25. Cavab edir 25 faiz. Deyir, ABCD trapeziyasında BAD, mən bu trapeziyanı yenə böyük çəkəcəm bura qıraqda. A, B, C, D. Trapeziyamda BAD məndə 50 dərəcə olduğunu verib buranın. BCD 100-dür. B-dən C-yə olan məsafə 9-dur. CD 12 olduğunu verib. AD-nin neçə olduğunu soruşur. Buradan deməli C-dən AB-yə bir dənə paralel xətt çəkirəm. Qarşı tərəflərin paralelcə trapeziyanın oturacaqları bir-birinə paraleldir. Burada bir dənə paraleloqram əmələ gəlir. Bura 50 dərəcədirsə, bura da olur onda 50 dərəcə. Ümumi 100 dərəcə idisə, bura 50-dirsə, geriyə də bura 50 dərəcə qalır. Paraleloqramın qarşı tərəfləri bir-birinə bərabərdir. Bura 9-dursa, bura olur 9. İndi deməli trapeziyadan deməli oturacağı bir dənə təmbülün indirildi. Oturacağı təmbülün indirildisə bizdən deməli bura 12-dirsə, burada olacaq 12. Həmçinin bunu mən burada paralel əlavədən burada görürəm ki 50-dirsə, burada olacaq 50. 50 bərabər yanında 3 bucaq mənə gətirir. Bura 12-dirsə, bura 12 olur. AD-ni tapanda 9-un üstünə 12 gəlirəm, eləyir 21. 83-cü sual. Deyir ki, kök altındakı bu ifadələrin fərqini tap. Fərqini tapaq. Deməli, birinci bu ifadəmə baxsam, bu ifadə kök altında 2, üstə gəlsin kök altında 5-in nöqtəsi kvadratının açılışıdır. İkinci ifadəmə baxsam, deməli bu ifadəmdə məndə kök altında 2 çıxılsın 1-in nöqtəsi kvadratının açılışıdır. Belə olan haldan kök altılar kvadratlar aparır, qalır kök altında 2 üstə gəlsin kök altında 5 çıxılsın kök altında 2 minus 1. Nöqtəsinin qabağında heç bir işarə yoxdur, amma nöqtəsi olduğu kimi açılacaq. Kök altında 2 üstə gəlsin, kök altında 5. Nöqtəsinin qabağında mənfi işarəsi varsa, nöqtəsi əks işarəni açılır. Kök 2 müsbət idi, oldu mənfi, 1 mənfi idi, oldu müsbət. Kök 2 1 müsbət, 1 mənfi getdi. Cavab qaldı 1, üstə gəlsin kökün altında 5. 84-cü sual. Bir qrupdakı 28 nəfər kompüter və ingilis dilindən kurslara gedir. Kompüterdən kursa gedənlərin 50%-i. Deməli, 2 dənə var, kompüter yazaq. Kompüter, bir də ingilis dili.
Cəmi biləti 28 nəfərdir. Kompüterdən kursa gedənlərin X-nə işarə edirəm, ingilis dilindən kursa gedənləri Y-nə işarə edirəm. Və hər ikisindən kursa gedənlər var, hər ikisi. Kompüterdən kursa gedənlərin 50%-i buradan yazaq. X vurulsun %50 bərabərdir. İngilis dilindən kursa gedənlərin 40%-nə, yəni Y vurulsun %40-a. Yüzlər getsə, sıfırlar getsə, X vurulsun 5 bərabər Y vurulsun 4-dür. Və hər ikisindən kursa gedənlərin sayı kompüterdən kursa gedənlərin 50%-dir. Kompüterdən kursa gedənlərin 50%, yəni yarısı. 50% yarısı demək. X bölünsün 2-dir. Aha. Buradan Y-i tapsam, Y bərabər 4 vurmalı keçir boyu nə olur? Bölmə. 5-i 4-ə böləndə 1,25 X alacaq. İndi mən çoxluqlar bölməsindən bilirəm ki, NA üstəgəlsin NB çıxılsın NA-la B-nin kəsişməsi bərabərdir NA-la B-nin birləşməsinə. Burada NA-ya mən deyirəm kompüter, NB-yə deyirəm ingilis dili. Onların kəsişməsi hər ikisinə gedəndir. Birləşməsi də ümumi 28 nəfər bildirir. Belə olan halda yazıram. X üstəgəlsin Y çıxılsın X bölünsün 2 bərabərdir 28 nəfər. X üstəgəl. Y-in yerinə yazacağım 1,25. X bölü 2 0,5 X deməkdir. Bərabərdir 28-ə. X-in 0,5 X çıxanda qalır 0,5 X. 1,25 X-dan 0,5 X-i toplanır 1,75 X bərabər 28-ə. 1,75 vurmadı. Keçir bu ilə olur bölmə. 28-i bölürəm 1,75-ə. X da bərabərdir. X da bərabərdir 16-ya. X-in qiymətini tapdım. X bizdə deməli kompüterə gedənlərdir. Yazaq bura. Komp 16-dır deməli. İngilis dilini tapmaq üçün 16-nı 1,25-ə vuracaq. Olacaq 20 nəfər. Hər ikisini tapsam X-in yarısı, yəni kompüterə gedənlərin yarısı. 6 nəfərlik kompüterə gedir. 16 nəfərlik daha doğrusu, onda yarısı olur 8 nəfər. İndi mənə yalnız ingilis dilinə gedənlərin sayı soruşursa, ingilis dilinə gedənlərin sayından hər ikisinə gedənlərin sayı çıxmalı. 20-dən də 8 çıxanda qalır cavab 12. Son sual 85-ci sualdır. İfadəsinin vurğulara ayrılması. X kvadratı X-i yan yana, Y kvadratı Y ifadəni yan yana qoyacağım. 4X kvadratı çıx 12X çıxılsın Y kvadratı çıxılsın 4Y üstəgəlsin 5 bərabərdir. İndi bunu sadələşdirməyə çalışsam. Görək bu və bu ifadəni mən müxtəsər vurma düsturunun açışı kimi göstərməliyəm. Müxtəsər vurma düsturunun açışı kimi də göstərsəm, deməli 4x kvadrat, deməli 2x-in müxtəsər kvadratı mənfi işarə mənfi olacaq. İndi mənə bu ikinci kəmiyyət A çıxsın B-nin müxtəsər kvadratına çıxanda A kvadrat çıx 2AB üstəgəl B kvadrat. Yəni bu məndə bu hissin 2AB-nin açışıdır. 2AB. Yəni buradakı 2x-i vurmuşam 2 eləyib 4x, 4x-i nəyəsə vurmuşam 12x eləyib. Yəni 3-ə vurmuşam. Çıxılsın. Mənfini qabağa verdim. Deməli bunların işarələri müsbət olacaq. Aradakı ifadə müsbətdir. Y kvadrat Y-in açışıdır. Yenə də mən Y-i vurmuşam 2 eləyib 2Y, 2Y-dan nəyəsə vurmuşam 4Y eləyib. Yəni 2-yə vurmuşam. İndi baxaq ki, burada 5-i eləyəcəm. Deməli mən bunu açanda burada məndə artıq bir dənə kəmiyyət çıxır. Müsbət 9. Bunu açanda burada müsbət 4 kəmiyyəti artıq çıxır. Amma qabağında mənfi var. Yine yəni olacaq mənfi 4. 9-dan da 4 çıxan uşaqlar elə verir bir dənə 5-i. Şimdi misal onda bu şəkildədir. Bunu da vurğularına ayırsam. Kvadratları var. Bir dəfə toplayacağım. 2x çıx 3 üstəgəl y üstəgəl 2. Bir dəfə də çıxacağım. 2x çıx 3 çıx y çıx 2. O da olacaq 2x üstəgəlsin y. Mənfi 3 üstün 2 gələndir mənfi 1. 2x çıx y. Mənfi 3-dən deməli 3-dən 2 çıxanda y mənfi 5.